Toyuqlarınız zəifdir, yumurtaları azdır. Bəlkə də problem yerində deyil. Siz çox sadə, amma çox vacib bir şey etmirsiniz. Dəniz qumu vermək. Bu videoda dostlar sizə göstərəcəyim dəniz qumunun toyuqlara nə kimi faydası var, necə düzgün istifadə etmək lazımdır və ən əsası səhv istifadə etsəniz nə baş verə bilər. Videonu sona qədər izləyin, çünki sonunda sizə çoxlarının bilmədiyi bir sirri deyəcəyəm. Ona görə də videonu qaçırmayın və sizdən bir xahişim var. Kanala abunə olun, videonu mütləq şəkildə bəyənin və fikirlərinizi rəy bölməsində qeyd edin. Bu həqiqətən mənim üçün çox önəmlidir. Əgər bir fikriniz yoxsa video ilə bağlı, onda heç olmasa bir smailik, bir işarə, əsas odur ki, rəyiniz olsun. Videomuz bu sayədə YouTube'da daha da çox insanın qarşısına çıxır və daha çox izlanma alır. Bu da mənim üçün daha çox vacibdir. İndidən hər birinizə təşəkkürümü bildirirəm. Çox sağ olun. Hazırda görmüş olduğunuz kimi toyuqlarıma kələm vermişəm. Kələmlə bağlı çox video çəkmişəm. Ona görə də bu mövzuya yenidən qayıtmaq istəmirəm. Əgər məlumat almaq istəyən olsa, həmin videolara daxil olub ətraflı məlumat ala bilər. Həqiqətən də kələmin toyuqlara çox xeyri var. Belə asılmağının lap çox xeyri var. Ümumiyyətlə mən çalışdığım qədər toyuqlarıma təbii üsullarla qulluq edirəm. Kanalımda bunlarla bağlı kifayət qədər video var. İstəsəniz keçid edib bu videolara baxa bilərsiniz. Bu dəfəki videomuzun mövzusu dediyim kimi dəniz qumu ilə bağlıdır. Ümumiyyətlə qumla bağlıdır. Çünki belə qapalı şəraitdə baxılan, qulluq edilən toyuqlarda müəyyən problemlər olur. Onlardan əsası da təbii ortamlarında olmadıqlarından kalsium azlığı baş verə bilir və ona görə də belə mən onların indi hinlərinə də dəniz qumu səpmişəm və burada yanımda da var. Belə burada da var. Dəniz qumu belə səpmişəm. Lazım onu da eşələnəcəklər. Sonra əlavə olaraq burada da sizə göstərim bunu. Burada da görürsünüz əlavə etmişəm. Sonra hinlərinə belə əlavə etmişəm. Orada bir toyuğumuz görmüş olduğunuz kimi yumurtlayır. Burada da biri oturub. Serebirslərimiz dostlar. Burada da yerlərinə qum tökmüşəm ki, kifayət qədər ətraflarında kalsiumlu maddələr olsun ki, sonradan problem olmasın. Kalsium azlığından əziyyət çəkməsinlər. Mənim toyuqlarımda şükürlər olsun ki, bir problem yoxdur. Hər şey qaydasındadır hal-hazırda. Yəni süs olan, xəstə olan toyuğumuz hələ ki yoxdur. Dediyim kimi videonun əvvəlində də demişdim. Çalışdığım qədər toyuqlarıma təbii sularla qulluq edirəm. Sirkəli sularımı verirəm. Belə təbii bitkilərdən istifadə edirəm. Bununla da yanaşı toyuqlarımda böyük problemlər olmur, inkişafları yaxşı gedir, ləng gelmir, yumurta məhsuldarlıqları da şükürlər olsun ki, qaydasındadır. Sizlər dostlar toyuqlarınıza hansı vasitələrlə qulluq edirsiniz, onu da rəy bölməsində qeyd edə bilərsiniz. Bildiyiniz kimi biz Neftçalar ərazisində yaşayırıq və bizim Xəzər dənizimiz var. Yəni Xəzər dənizinin sahilində, Neftçalar rayonu Xəzər dənizinin sahilindədir. Ona görə də biz belə kalsiumla bağlı problemlərimiz olmur. Yayda günəşli günlərimiz çox olur və belə qumda bizim üçün çox əlçatandır. Toyuqlarımı mütəmadi belə qumlarla qapalı şəraitdə qaldıqları üçün belə qumları yerlərinə səpirəm. Həm bu qum kalsium ehtiyaclarını ödəyir. Əsas məsələ. Əlavə olaraq bitlərdən, gənələrdən, bitkilərdən ümumiyyətlə zərərverici həşəratlardan onları qoruyur. Çünki vanna qəbul edirlər. Bunu bura əlavə etməyimin də əsas səbəblərindən biri budur dostlar. Burada gəlib vanna qəbul edirlər, eşələnirlər və bit-birəni özlərindən uzaq tuturlar. Onu da deyim ki, dəniz qumunun tərkibində balaca çaqqanaq deyirik biz. Balıq qulaqlarının xırda hissəcikləri olur ki, toyuqlar onlarla qidalanır və kalsium ehtiyaclarını bununla ödəmiş olurlar. Məsələn, indi toyuqlarımın yerinə səpdiyim qum günün qabağında qalmış qumdur. Yəni rütubətli qum deyil. Yəni sizlər əgər rütubətli qum toyuqların yerinə səpsəniz, onsuz da olanın yeri müəyyən qədər rütubətli olur. Nəcislərini buraxırlar, müəyyən dərəcədə rütubətli olur yerləri. Ona görə də belə səhvləri çalışın etməyin. Videonun əvvəlində demişdim ki, yəni qumdan necə düzgün istifadə etmək lazımdır. Əsas məsələ budur. Rütubətli qum tökməyin, quru qum tökün, günəş qabağında isinmiş qum tökün ki, toyuqlarınız da rahatlıqla onun üzərində gəzsinlər, eşələnsinlər, lazım olanda istifadə eləsinlər, kalsiumla bağlı öz ehtiyaclarını ödəsinlər. Toyuqlar həqiqətən də bunlar çox vacibdir. Ümumiyyətlə toyuqlar qumda
vanna qəbul etməyi çox sevirlər. Mən də ona görə belə üsullardan tez-tez istifadə edirəm ki, onları həm belə üsullar stressdən çıxardır, gün ərzində yemdən əlavə şeylərlə də, yəni maraqlanırlar. Hazırda görmüş olduğunuz kələm var ətraflarında, onunla qidalanırlar. Əlavə olaraq orada qumlar var. Yəni hətta mən folluğa da tökürəm bəzən qum ki, altları rahat olsun, yəni problem olmasın. Samana baxanda yerlərinə qum tökmək yay aylarında, yaz aylarında daha məncə məqsədə uyğundur. Çünki hava isti olur, o qum tez quruyur. Həm də nəcisləri qumda, belə deyim, o rütubətliliyi azalır. Toyuqların yerinə mütəmadi belə qumlardan istifadə etdikdə yumurtanın qabığı qalınlaşır, yumurtlama artır, toyuqlar daha aktiv olurlar, daha enerjik olurlar. Bu da həqiqətən də bizim istədiyimiz şeylərdir dostlar. Onu da deyim ki, qumu küllə qarışdırsanız 2 qat effektivliyi daha yüksək olacaq. Əsasən də bildiyiniz kimi külün nə də çox xeyri olduğunu yəqin ki bilənlər bilir. Daha çox zərər verici həşəratlara qarşı mübarizədə bu üsullardan istifadə edə bilərsiniz. Təbii üsuldur dostlar, kimyəvi üsul deyil. Toyuqlarda zəhərlənmə riskləri olmur. Hər şey öz qaydasında olur. Yəni kimyəvi dərmanlardan dediyim kimi mən uzağam, toyuqlarımı uzaq tuturam, uzaq saxlayıram. Uzaq saxladıqca da dostlar fikir vermişəm ki, toyuqlarım daha az xəstələnir. Yəni problemlər olmur, kütləvi tələfatlar olmur. Bəzən olur, hər təsərrüfatda ola bilər 1-2 ölüm halları, amma bizdə şükürlər olsun ki, çox nadir hallarda olur bu, qocalmış toyuqlarda olur bəzən bu. Yəni bəzən ildə 1-2 xəstəliklə ölən toyuğumuz olur, sözün düzü, amma bu kütləvi tələfatlara gətirib çıxarmır. Çünki immun sistemləri çox güclü olur. Görmüş olduğunuz kimi C vitamini ilə zəngindir kələm. Əlavə olaraq sirkəli su verirəm, belə qum verirəm. Qarışımlar verirəm, təbii qarışımlar. Kanalımda bununla bağlı videolar çoxdur. Keç edib onlara baxa bilərsiniz dostlar. Videonu izlədiyiniz sırada abunə də ola bilərsiniz. Əgər abunə deyilsinizsə, orada bir bəyənmə tuşu var. Onu da basın, like edin. Videomuz daha çox insanın qarşısına çıxsın. Daha çox insan bizim kanaldan, bizim videodan xəbərdar olsun. Dəniz qumundan istifadə etmək nə dərəcədə düzgündür? Yəni fikirlərinizi rəy bölməsində xahiş edirəm qeyd edin və yaxud da ki, hansısa bir üsuldan istifadə edirsinizsə, onları da rəy bölməsində yaza bilərsiniz. Bu həqiqətən mənim üçün çox önəmlidir və digər izləyicilərimiz də nələrisə bölüşmüş olacaqsınız. Bu həqiqətən də çox yaxşı bir şeydir. Nələrisə bölüşmək, qiymətli məlumatlarınız varsa, rəy bölməsində qeyd edin ki, bizlər də yararlanaq dostlar. İndidən hər birinizə dərin təşəkkürümü bildirirəm. Bilirəm ki, o dəyərli fikirlərinizi özünüzdə saxlamayacaqsınız. Yəni bizlərlə də bölüşəcəksiniz. Toyuqlar həqiqətən də incə varlıqlardır. Onlara nə qədər yaxşı baxsaq, nə qədər yaxşı qulluq etsək, daha çox müsbət dönüşlər əldə edəcəyik. Yaxşı baxdıqda, əgər ətli saxlayırsınızsa, inkişaflar yaxşı gedəcək, yumurta məhsuldarlıqları yüksək olacaq. Bu da həqiqətən də öz növbəsində bizim üçün lazımlı, yəni toyuqlardan istədiyimiz şeylər budur bizim dostlar. Gedək baxaq görək folluqlarımızda bu günə olan saat günorta radələridir hələ ki, saatı tam dəqiq bilmirəm. Gedək baxaq görək folluqlarımızda vəziyyətimiz necədir. Bu da bizim qumlu hinimizdir. Bunun altında yumurtalar yəqin ki var. Bu qızcığazın burada bir yumurtamız var. Görürsünüz dostlar. Folluğumuzda belə qumu səpmişəm. Hazırda belədir vəziyyət. Toyuğu rahat edə bilərik məncə. İcazə versə görək. Hazırda bir yumurtası var. Yəqin ki yumurtlamayıb. Hələ yumurtlamayan toyuqlarımız var. Bu biri hində. Vəziyyətimiz necədir? Burada da bir toyuğumuz belə durub. Folluqda. Burada da yumurtalarımız var. Onu da deyim ki, bunda əslində qum var, biraz qum səpmişəm. Onu bilmirəm altında nə qədər yumurta var. Yəni folluqlarımızda yumurtalar var. Bir də ışığı da açsın ki, görək bunun altında. Qumu da görürsünüz dostlar. Burada da görmüş olduğunuz kimi 3 ədəd yumurtamız var. Hazırda buranı da göstəreyim. Burada ışığı açmamışdım. Elimizin də yeri belədir dostlar. Qumu görürsünüz. Belə dostlar, bir videonun da artıq burada sonuna gəlmiş bulunuruq. Hər birinizə dərin təşəkkürümü bildirirəm.
Bizi izlədiyinizə görə özünüzə müğayət olun, Allah'a emanet olun. Kanalımıza abunə olmağı unutmayın. Gələn videolarda görüşənədək sağ olun, salamat qalın. Hələlik.